Doktor, hər dəfə mənim övladım qızdırma olanda o qıcolma keçirdir. Mən çox narahat oluram ki, bu qıcolmalar sonradan övladımda epilepsiya xəstəliyi yarada bilər, yoxsa yox. Bunu bildirmək istəyirəm ki, qızdırma ilə keçirilən qıcolmalar febril qıcolma adlanır və normalda sadə febril qıcolmalar, hansı ki 15 dəqiqədən az olur, uşaq tez özünə gəlir, qıcolmadan sonra heç bir fəsad qalmır. Belə qıcolmalar normalda sadə febril qıcolmalardır və bunlar gələcəkdə epilepsiya xəstəliyinə çevrilir. Amma bəzi qıcolmalar, onlar gələcəkdə epilepsiyaya çevrilə bilər və bunları indi sizə izah etmək istəyirəm. Birincisi, əgər uşaqda febril qıcolma daha ağır keçirsə, daha çətin keçirsə, yəni 15 dəqiqədən çox davam eləyirsə, uşağın ayılması çətin olursa, ağır qıcolma keçirdirsə, əgər sizin ailənizdə epilepsiya xəstəliyi varsa, əgər uşaq qızdırma keçirtməmişdən qabaq inkişafında hər hansı bir ləngimələr var idisə, bax belə uşaqlarda qıcolmaların sonradan epilepsiya keçmə ehtimalı var. Hətta onu da qeyd etmək istəyirəm ki, bəzi ağır epileptik ensefalopatiyalar məhz qızdırmalı epilepsiyalardan başlayır. Buna xüsusilə Dravet sindromu adlanan bir xəstəlik aiddir. Dravet sindromunda uşaq başlayır qızdırma ilə əvvəlcə qıcolma keçirtməyə, daha sonra isə artıq qızdırmasız qıcolmalarla davam eləyir. Burada uşağınızın inkişafına diqqət etmək, nevroloqda daimi müşahidə altında olmaq, EEG müayinələr keçirdib, problemi tam dəqiqləşdirib, sonrakı epilepsiya xəstəliyinə keçmənin qarşısını almaq mümkündür.